Ötən gün səhər saatlarında İdrak liseyində baş vermiş insident nəticəsində şagirdi tərəfindən güllələnən riyaziyyat müəllimi 1997-ci il təvəllüdlü Şəhla Kamilovanın vəziyyəti açıqlanıb. Bu barədə kliniki tibbi mərkəzdən məlumat verilib. Bildirilib ki, onun müalicəsi hazırda reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti stabil qiymətləndirilir. Qeyd edək ki, Bakı şəhəri Binəqədi rayonunda yerləşən Özəl İdrak liseyində silahlı insident baş verib. Liseyin 10-cu sinif şagirdi atasına məxsus ov tüfəngini çantasında təhsil müəssisəsinə gətirib. O, riyaziyyat müəllimi 1997-ci il təvəllüdlü Şəhla Kamilovaya atəş açaraq onu yaralayıb. Sabunçu rayonunda lombard fəaliyyəti ilə məşğul olan qadın həbs edilib. 32 yaşlı Türkanə Ağayeva küllü miqdarda mənimsəmədə və dələduzluqda təqsirli bilinib. Türkanə Bakıxanov qəsəbəsində lombard fəaliyyəti ilə məşğul olduğu müddətdə 17 nəfərin etibarından sui-istifadə etməkdə ittiham olunub. Polis əməkdaşları tərəfindən tutulub, istintaqa təhvil verilən Türkanə barəsində hökmə qədər həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. İş materiallarında yazılıb ki, Türkanə Ağayeva müştərilərdən lombard krediti adı altında girov götürdüyü qızıl zinət əşyalarını kreditlər tam ödənildikdən sonra geri qaytarmayıb. Bundan əlavə o, lombard və bank hərraclarından qızılları ucuz qiymətə alıb baha satmaqla gəlir əldə edəcəyini vəd edərək, müxtəlif şəxslərin nəqd və bank kartları vasitəsilə pul və qızıl əşyalarını ələ keçirib. Ümumilikdə lombard Türkanə kimi tanınan şəxsin zərər çəkmişlərə vurduğu ziyanın məbləği 400 min manata yaxındır. Bakı Ağır Cinayətlər Məhkəməsində sərbəst mühakimə edilən xanım müttəhim ittihamlarla razılaşmasa da toplanmış sübutlar əsasında təqsirli bilinib. Hökmə əsasən Türkanə 5 il 8 ay azadlıqdan məhrum edilib, o məhkəmə zalında həbs edilib.